Salam aleyküm, hörmətli məni eşidənlər, hörmətli xalqımız. Mən Hacı Sahib Mehdiyev, Şəmkir rayonu Kön İctimai Nəzarət Təşkilatının sədri olaraq hal-hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində şəhidlərimizin ziyarətinə gəlmişəm. Demək, burada gözəl şəhid bulağı düzəldiblər və həmçinin Şəhidlər Xiyabanı yazılıb girəcəkdə. Şəhidlərin ruhuna Fatihə surəsi yazılıb buraya və mən xırda addımlarla şəhidlərimizin ziyarətinə gəlirəm. Şəhidlərimizin məzarı qarşısında Azərbaycanın bayrağı dalğalanır. Azərbaycanın bayrağı dalğalanır və Türkün bayrağı dalğalanır və şəhidlərimizin ziyarəti hər bir insan üçün müqəddəsdir, vacibdir. Salam aleykum, rəhmətullah. Şəhid Arzu Seymiroğlu. Allah rəhmət eləsin, İskəndərov. Demək, Arzu Seymiroğlu'nun xatirəsini əziz tutaraq onun hərbi paltarda şəkilləri əks olunub burada. Qəhrəman igid şəhidlərimiz Pərvin Natiqoğlu, Allah rəhmət eləsin, şəhidimizdir. Onun da şəkilləri, fotoları qəşəng döyüş paltarında əli silahlı vətənimizi, torpağımızı, xalqımızı qoruyan, namusumuzu qoruyan bu şəhidlərimiz bizim üçün əzizdir, müqəddəsdir. Allah qəni-qəni rəhmət eləsin. Şəhidlərimiz Allah yanında uca məqama layiqdilər, uca məqama sahibdilər. Şəhidlərimiz cənnət əhlidir, behişt əhlidir. Allah qəni-qəni rəhmət eləsin. Ruhları qarşısında baş əyirik. Ruhları üçün salavat oxuyuram. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah rəhmət eləsin. Allah yerdə qalanlarına səbir versin.